vətəndaşı işdən çıxardılar, 2 övladı ac qalıb. Ailənin tək gəlir gətirəni olduğunu deyən Şamaxı rayonu Böyük Xınıslı kənd sakini Mürşidov Nazim Bəxtiyaroğlu Media TV Azmedia qrupuna üst tutub ki, onun səsini cənab prezident İlham Əliyevə çatdıraq. Vətəndaş bildirir ki, tək ümid yeri əlindən alınan iş yeri idi. Eyni zamanda vətəndaşın müraciətini Şamaxı rayon İcra Hakimiyyətinin nəzərinə çatdırırıq və kömək etməsinə ümid edirik. Mürşidovu təqdim edirik, qarşı tərəfi dinləməyə hazır. Mən Mürşidov Nazim Bəxtiyaroğlu, Böyük Xınıslı kənd sakini. Özüm 3-cü qrup əlil, qardaşım 1-ci qrup əlil. 2 evladım var, ikisi də xəstə, həkim yolunu qalmışam. Mən işdə olarkən, mən heç bir nahaq səbəb olmadan işdən çıxardıblar. Şamaxı məmurlar öz başınalıq edib məni işdən azad ediblər. Mən bu şəhid abidəsinə 4 ildir ki, mən bu şəhid abidəsi yaranını, mən bu şəhid abidəsinə baxıram. Burada işlən ağaclar, burada işlən qazonlar, burada işlən güllər. Hamısına göz bəbəyim kimi baxmışam. Bunun yerini silinmək, şəkillərin gündə üzünü silinmək, yerini silinmək. Bunlar, yəni bir aydır mən işdən çıxmışam, bunlar paşlıq olub, yəni baxımsızlıqdan bunlar, baxımsız olub bunlar. Xahiş edirəm ki, cənab prezident, məni öz işimə qaytarasınız. Əlimdə 2 az yaşlı uşağım, körpə uşağım. Mən gedirəm icra hakimiyyətinə, məni heç kim şahitimə baxmır. Qalmışam belə, işsiz, gücsüz. Özüm də xəstə adam, əlil adam. 2 dənə də evladım var, ikisi də xəstə. Özüm də həkim yolu, qardaşım da 1-ci qrup əlil. Anam da yaşlı adam. Xahiş edirəm cənab prezident, məni işimə qaytarasınız. Sizə mən güvənirəm, inanıram ki, məni öz işimə qısa zamanda işimə qaytaracaqsınız. Mənim burada belə əziyyət çəkmişəm. Mən bu ağacların hamısını əkmişəm, qulluq eləmişəm. Bu ağacların hamısını mən bir bunlara sulamışam. Qulluq eləmişəm, qazonlarım biçmişəm, vaxtında yer. Bunların bütün nə qədər işlər var, hamısını görmüşəm. Başqa işlər də görmüşəm. Mən sosial işçi idim. Mən heç bir nahaq səbəbi olmadan işdən çıxardıblar qışın günü. Qalmışam pis vəziyyətdə. Xahiş edirəm cənab prezident, mənə kömək eləyəsiniz, məni öz işimə qaytarasınız. Mən sizdən köməyimi istəyirəm ki, məni öz işimə qaytarasınız. Mən günahsız yeri məni işdən çıxardıblar, mənə deyirlər ki, nə bilsin, nə eləyir, nə gəldi elə. Mən dərdimi kimə deyim? Gedirəm icra hakimiyyətinə, hərəsi bir söz deyir, hərə bir yana qaçıb gedir. Bu onun üstünə yollayır, bu onun üstünə yollayır. Deyirəm, məni işimə qaytarın, bu deyir, mən nə edir, o deyir, mən nə edir, ay cənab prezident. Xahiş edirəm ki, məni səsimi eşidəsiniz, mənim səsimə səs verəsiniz. İnanıram ki, sizin siyasətinizə mən işə qayıdacağam.